Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedil emin. Ve ala alihi ve ashabihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin ve ba'd. Aziz qardaşlarım, elmi faydalar dərsimiz yenə davam etməkdədir. İndiki dərsimiz də inşallah odur ki, bayaq keçdiyimiz şeytanın insana olan 6 yolundan idi keçən dərsimiz. İnsana hücum etdiyi yollar idi. Yəni şeytan hücum edənətən necə müqavimət göstərməliyik, onu anlatırdı dərslər. Yəni hücum edənə kimi hücum etmək istədiyi zaman onu necə qarşılayırıq. İndi isə əgər hücum edibsə onu necə qovuruq, ondan danışacaq. Şeytanı qovmağın səbəbləri. Şeytanı qovub dəf eləməyin səbəbləri. Necə qova bilərik? Birinci, şeytanı evdən qovmaq istəsək, yaşadığımız evdən əgər istəsək ki, şeytan qovulsun, evdə yaşamasın, necə edə bilərik? Burada bir fayda var ki, insanlar yaşayan yerlərdə ehtimal var ki, şeytanlar da yaşasın. Sən yaşayırsan evində, ola bilsin ki, evinizdə şeytanlar da var. Yaşayırlar. Əgər evdəki şeytanları qovmaq istəsək, onun səbəblərindən birincisi, evdə Bəqara surəsini oxumaq. Aleykümselam. Peyğəmbər s.ə.v deyir ki, hansı evdə Bəqara surəsi oxunarsa, o evdə şeytan oturmaz. O evdən şeytan qaçar. Adətən, şeytan olan yerdə həmişə şər çox olur. Bunu unutmayın. Ailələrdə olan problemlərin, qarışıqlığın əsas səbəbi evdə şeytanların bol olmağıdır. Adətən, əziz qardaşlarım, baxın, ateistlər tərəfindən və yaxud da, baxın, ateistlər və yaxud da İslama nisbət olan bəzi qədəri firqələr mi deyək, və yaxud da bəzi sufi təriqətləri mi deyək, onlar tərəfindən daxil olunan bəzi fikirlər də var. Misal üçün, deyirlər, evdə duz töküldüsə, vəssalam. O gün evdə dava-şava olmalıdır. Evdə qırğın olmalıdır. Duz töküldüsə. Deyirlər ki, ictihad edirlər. İxtilafa düşürlər ki, duz tökülərsə, evdə şər olacaq, o şəri biz necə dəf edə bilərik? İxtilaf edirlər. Bəzilər deyir ki, su töksək, onu dava-şava əyniçəcək. O birisilər deyir, siz düz demirsiniz. İşte onu gələk pesok, şəkər tökəsən. Hamısı batildir bunların. Əslində duz tökülməklə qədər dəyişə bilər, dava-şava girə bilər, bilməz. Sadəcə bunu insanlar şeytanı unudub da bəzi maddi şeylərə qapansınlar deyə ortaya salınır. Və yaxud da deyirlər ki, evdə bıçaq belə durarsa arxası üstə, bunu belə qoymaq olmaz, bıçağı belə qoymaq lazımdır. Ona görə ki, əgər bıçaq belə qoyuldusa, onda ya evdə adam kəsiləcək, ya malın hası kəsiləcək. Bıçağı belə qoymaq lazımdır. La havlə və la quvvətə illə billah. Onda belə bir şey çıxır. Tutaq ki, onların əqidəsinə görə. Tutaq bir adamın önündə istəyirsən boğuş ola, aparıb bir başqa duzu içəri töküb qaçırsan orada. Vəssalam, qırğın başlayır orada. Ya aparıb bıçağı belə qoyursan, qaçırsan, yesin. Əla fikirdir. Amma bu, insan Allaha inanmayandan sonra, Allaha təvəkkül eləməyəndən sonra, əqidəsi sağlam olmayandan sonra insan daima müsibətlərdə yaşayır, sıxıntılarda yaşayır. Ona görə baxın, bu molla Koyxanın yanına gedən insanlar var. Münasibətə görə deyirəm. Gedirlər mollanın yanına, ya bilici deyirlər, ya falçı deyirlər, nəsə bir cadukarın yanına gedirlər. Deyirlər ki, bizə kitab aç ginən. Bizim başımıza gələn müsibətlərdən xəbər ver. O da kitab açır, Bismillahirrahmanirrahim. Bay, sən bilsən başımda nələr var? Sən deyir, 20 yaşına kimi qaranlığın var. Qaranlığın var. Yəni ki, sən ölüm gözləyir. Neynəylə? Tez sadaqa verginə. Harada o sadaqa? Onların büdcəsi var. Filan ziyarata, filan kasıya get orada sadaqa sal. Və tez xoruz toğuq verginə. Kimə ver? Apar ya filan ziyarata, filan pirə ya da filan yerə apar bıraq günə. Kimdir o? Kiməndir o biznes? Hamısı ona qaydır. Bu qaranlığı necə dəf eləmək olar? Evində tez mövlüd eləyinə. Kimdir bu mövlüd eləyən? Yəni özləridir. Bu qurulmuş bir biznesdir bu. Və
bu miskin insan gedir onun yanına bir müsibət, qaranlığın var deyir, 2 müsibət, canından sıxıntı əysi olmur. 3-cü müsibət də o yemək içmək hamısını gərək eləsin, mövlüd eləsin, nəzir salsın, qurban kəssin. Müsibətin üstə müsibət gəlir. Əgər insanın əqidəsi sağlam olarsa, Allaha inamı doğru olarsa, insan vəhyə gözəl şəkildə sarınarsa, bu dərddən, qəmdən hamısından rahatlıqla qutara bilir. İnnəl insənə li rabbihi ləkənud. İnsan həqiqətən Rəbbisinə qarşı nankördür. Deməli, əgər evdən şeytanın qovulmasını istəyiriksə, onda o zaman səbəblərdən biri evdə Baqara surəsini oxumaqdır. Burada özəlliklə bir fayda var ki, müsəlmanlar çalışmalıdır Quran oxumağı öyrənməyə. Kaset qoymaq kifayət eləmir. Çünki niyyət lazımdır. Kasetdə niyyət yoxdur. Niyyət etməlisən ki, yəni ki, inşallah bunu oxumağınla həm sünnəni tətbiq edirsən, həm də şeytanın qovulması səbəb olursan. Ona görə bu münasibətlə deyirəm ki, hər bir müsəlman qadın və kişi çalışmalıdır və heç səhlənkarlığa yol verməməlidir Quran öyrənmək məsələsində. Peyğəmbər s.ə.v buyurur, xayrukum mən təalləməl Quran və alləmə. Osman ibn Affan radiyallahu anh hədisində. Sizin ən xeyirliniz Quran-ı Kərimi öyrənən və onu başqalarına öyrətəninizdir. Həmçinin şeytanı qovmağın səbəblərindən yuxuda. Əgər bir insan istəyərsə ki, yuxusunda ona şeytan zərər verməsin, yuxusunda insanı gəlib vəsvəsə verməsin, onda o zaman onu yuxudan qovmaq üçün yatmazdan qabaq Ayətəl Kürsünü oxumaq. Baqara surəsinin 255-ci ayəsini. Kim Ayətəl Kürsünü yatmazdan qabaq oxuyarsa, səhər açılana kimi Allah Teala onu qoruyar. Bütün pisliklərdən, özəlliklə də şeytanın şərrindən. Əgər qəzəbləndiyin zaman, əsəbləşdiyin zaman şeytanın şərrindən qorunmaq istəyirsənsə, şeytanı qovmaq istəyirsənsə, şeytanın sənin üzərinə musallat olmağından canını qurtarmaq istəyirsənsə, qəzəbləndiyin zaman Əuzu billahi minəşşeytanirracim deyinən. Peyğəmbər s.ə.v bir kişinin qəzəbləndiyini görür və deyir ki, nəfsim əlində olan Allaha and olsun ki, əgər o bu anı Əuzu billahi minəşşeytanirracim desə, hal-hazırdakı durumu dəyişər. Yəni o qəzəb ondan çıxıb gedər. Adətən insan qəzəbləndiyi zaman təhəmmül eləyə bilmir Əuzu billahi minəşşeytanirracim deməyə. Və bəzən tövsiyə eləndə də görürsən ki, deyir amma belə istəməyədən. Belə olmamalıdır. İnsan həqiqətən dərk eləyərək mənasını qovulanmış şeytanın, daşlanmış şeytanın şərrindən Allaha sığınıram deməlidir. Və burada onu deməklə bərabər sünnədə gələn bəzi hərəkətləri də tətbiq eləməlidir. Məsələ, oturubsa qalxır, qalxıbsa oturur. Görür yenə əsəbi, nervisi, qəzəbi soymur, gedir dəstəmaz alır. Görür yenə soymur, axırda gedir 2 rəkət sünnət qılır. Bunu etdikdən sonra Allahın izni ilə artıq nervi soyur. Yemək yediyi zaman əgər şeytanı qovmaq istəyirsə və yaxud içmək istədiyi zaman şeytanı qovmaq istəyirsə, yəni o mənada ki, onun yeməyində və içməyində şeytan ona ortaq olmamasını istəyirsə, yeməyində və içməyində başlamamızdan qabaq Bismillah deməlidir. Nə deməlidir? Bismillah deməlidir. Yəni, Bismillah dedinsə yemək başlayanda artıq şeytan sənin boğazına ortaq ola bilmir. Sən yediyin yeməkdən yeyə bilmir. Məhrum olur. Suyu içəndə Bismillah dedinsə və yaxud halal olan içkiyi içəndə Bismillah dedinsə, onda o zaman şeytan sənin içkinə ortaq ola bilmir. Həm ac qalır sənin yanında, həm də susuz qalır sənin yanında. Ona görə kimlər istəyir şeytanı kökəltmək, onda belədir. Bismillah yeyib içəndə, Bismillah deməyən insanların şeytanları kök olur. Mənası budur. Əgər istəyirsənsə ki, evə girdikdə şeytan sənin evinə daxil olmasın, evə girdiyin zaman qapıyı açanda Bismillah de elə gir. Yol qapısını deyil, ev qapısını. Peyğəmbər s.ə.v bunu deyir ki, evə girdikdə qapını Bismillah ilə açın, Bismillah ilə örtün. Çünki Bismillah deyib örtülən qapıya şeytan girə bilməz. Adətən şeytan girmək aynadan da girə bilir, divardan da girə bilir, qapıdan da girə bilir. Amma sən girdiyin yerdən Bismillah deyib girərsənsə, onda hər tərəfdən ona girmək qadağan olur. Hədisin mənası budur. Əgər sən istəyirsənsə ki, zövcanın ünsiyyətdə olanda, əlaqədə olanda şeytan ortaya girməsin, şeytanın ortada rolu olmasın, vəsvəsəsi olmasın və dünyaya gələsi uşağa zərəli olmasın, onda o anda deyirsən Bismillah,
Allahümmə cənnibnə şeytan və cənnibi şeytanı mə razaqtana. Yəni, bismillah deyirsən, sonra deyirsən, ey Allahım, şeytanı bizdən uzaq tut və bizə verdiyin övladdan da uzaq tut ki. Əgər yuxunu qarışdırdınsa və qorxdunsa, bu qorxunu özündən çıxartmaq istəyirsənsə, şeytanı qovmaq istəyirsənsə, çünki o qorxu şeytanın vasitəsilə gəlir. Onda o zaman şeytanın şərrindən Allaha sığınırsan. Yəni, əuzu billahi minəşşeytanirracim deyirsən. Əgər namaz əsnasında şeytanı qovmaq istəyirsənsə, sənə vəsvəsə verməsin deyə, vəsvəsə gəldiyi zaman əuzu billahi minəşşeytanirracim deyib, sonra sol tərəfına 3 dəfə yüngülcəsinə tüfləyirsən. Əgər məscidə girdikdə şeytanın vəsvəsəsindən özünü qorumaq istəyirsənsə, şeytanı qovlamaq istəyirsənsə yanından, onda məscidə girəndə bu duanı oxu. Əuzu billahil azim və bivəcihil kərim və bisultanihil qadim minəşşeytanirracim. Əgər Quran oxumaq istəyəndə şeytan sənə vəsvəsə verməsini istəmirsənsə, şeytanı yanından qovmaq istəyirsənsə, onda oxumamazdan qabaq əuzu billahi minəşşeytanirracimdir. Və yaxud da əuzu billahi səmi'il alimi minəşşeytanirracim min həmzihi və nəfxihi və nəfthi. Bu 3 dua, bu 2 cürdə gəlibdir. Yəni, adətən belə çıxır ki, kimsə sual verə bilər ki, şeytan Quran oxunanda qaçmırmı ki, hətta oxuyanda əuzu billahi minəşşeytanirracim deyə. Deməli, burada o məna başa düşür ki, əziz qardaşlarım, sən başlamazdan qabaq sənə vəsvəsə verə bilər. Sən başlamazdan qabaq sənə vəsvəsə verə bilər və səni səhlənkar eləyə bilər. Sən əuzu billahi minəşşeytanirracim dedinsə, onda o zaman Allah da onun vəsvəsəsindən səni qoruyur və həvəsli olursan, rəğbətli olursan Quran-ı Kərim həm oxumağa, həm də anlayıb mənasını başa düşməyə. Sizlərə bu dərsdə söyləmək istədiyim bu qədər. Allah bizi şeytanın şərrindən qorusun və şeytan kimi insanların şərrindən qorusun. Allah Teala bizi bütün xeyirlərə muvaffaq eləsin. Və sallallahu və səlləmə və bərik alə nəbiyinə Muhammed və alə alihi və sahbihi əcməin.